Dırnaq göbələyin varsa, dırnaqların saralırsa, dırnaq göbələyindən bir dəfəlik qurtulmaq istəyirsənsə, bu qarışım sənin üçündür. Sənə evdə rahatlıqla dırnaq göbələyinə son qoyacaq bir qarışım deyəcəm. Amma əvvəlcə ekrandakı ürəyi qızart, profilin üzərindəki üstəgələ işarəsinə toxun və videonu kayd elə. Götürürsən 20 qram mixəyi, yəni bir xörək qaşığı mixəyi toz halına gələnə qədər yaxşı əzirsən. Əzdiyin mixəyi bir dənə balaca tavaya əlavə edirsən. Üzərinə 4 xörək qaşığı zeytun yağı əlavə edib 5 dəqiqə isidirsən. İsitdikdən sonra problemli dırnağın üstünə çəkib 1 saat gözləyirsən. 1 saatdan sonra ilıq su ilə yuyursan. Gündə 2 dəfə səhər axşam. Bu qarışım antifungal təsirinin köməyi ilə günlər keçdikcə dırnaq göbələyini aradan qaldırıb sağlam dırnağı xəstə dırnağın yerinə gətirəcək və mikrobların və göbələyin inkişaf etməməsi üçün əlverişsiz şərait yaradacaq, yəni dırnaq göbələyinin yenidən qayıtmasının da qarşısını alacaq. Videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan Nəzzatın Baloğlanla hər zaman sağlam qalasan.